Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 9 aprel 2025-ci il buraxılışı ilə birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 12 səhifədən ibarətdir. Azərbaycan iqtisadiyyatı, düşünülmüş strategiya və real nəticələr başlıqlı yazımızsa birinci səhifəmizdə dərc edilib. Azərbaycanın iqtisadi uğurları artıq təkcə statistik rəqəmlərdə deyil, ölkənin inkişaf yolunda atdığı əmin və qətiyyətli addımlarda parlaq şəkildə özünü göstərir. Bu nailiyyətlərin mühüm göstəricilərindən biri isə xarici dövlət borcunun ümumdaxili məhsulun cəmi 7,3%-ni təşkil etməsidir. Həmçinin ilk səhifəmizdə digər səhifələrdə yer alan yazılarında başlıqları verilib. Azərbaycan Respublikasının qanunu isə ikinci səhifəmizdə dərc edilib ki, ətraflı tanış olmaq üçün bu səhifəmizə baxa bilərsiniz. Qəzetimizin 3-cü səhifəsində müstəqilliyimiz əbədidir. İslam dininin Qurani Kərimin Azərbaycan xalqı üçün açdığı yol davam edəcək başlığı ilə məlumat yer alıb. Bildirilir ki, Heydər Əliyev Müstəqilliyimiz əbədidir çoxcildliyinin təkrar nəşrinin 6-cı kitabı çapdan çıxıb. Bu kitabda yer alan materiallar 1994-cü il dekabrın 11-dən 1995-ci il martın 8-nədək olan dövrü əhatə edir. Kitabı Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları da daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu prosesindən, ictimai, siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişlənməsindən də bəhs olunub. Xankəndidə yeni dünya nizamına doğru mövzusunda 7-ci ADA siyasi forumu keçirilib. Başlıqlı məlumatsa 4-cü səhifəmizdə öz əksini tapıb. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərində Qarabağ Universitetində yeni dünya nizamına doğru mövzusunda 7-ci ADA sessiya forumu baş tutub. Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri də iştirak ediblər. 5-ci səhifəmizdəki məlumatların başlıqlarını isə sizə təqdim edirik. Bakıda Pakistanın Milli Günü münasibəti ilə rəsmi qəbul təşkil edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Məclisin deputatları ilə görüş. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Bağbanti proqramına start verir. UNECT-də elm festivalına start verilib. Günün siyasi nəbzi isə 6-cı səhifəmizdə tutulub ki, bu hissədə Türkiyədən xəbər var. Avropa elektrik üçün artıq Türkiyəyə üz tutacaq başlıqlı məqalədə bildirilir ki, bu hissədəki Avropa elektrik üçün artıq Türkiyəyə üz tutacaq başlıqlı məqalədə qeyd olunur ki, Avropanın enerji təchizatı zəncirində mühüm rol oynayan Türkiyə indi elektrik enerjisi üçün regional mərkəzə çevrilməyə hazırlaşır. Bolqarıstandan Avropaya uzanan yaşıl xətt Türkiyəni yaşıl elektrik enerjisi ixracatında lider ölkəyə çevirəcək. Enerji siyasətində əldə etdiyi irəliləyişlərlə regional enerji bərabərliyində əsas oyunçuya çevrilən Türkiyə son addımı ilə Avropanın enerji təchizatı və təhlükəsizliyinin əvəzsiz tərəfdaşına çevrilib. 7-ci səhifəmizdə də günün siyasi nəbzi tutulub. Bu səhifədə Türkiyədən xəbər var. İlk iqlim qanunu qüvvəyə minəcək. Daha sonra isə bu səhifəmizdə enerji ixracı genişləndirilir və son olaraq da Avropanın enerji təhlükəsizliyində Azərbaycanın strateji rolu başlıqları ilə yazılar qeyd olunub. Sözgedən son yazımızda bildirilir. Cənub qaz dəhlizi Azərbaycanın enerji siyasətində mühüm yer tutan və Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan ən uğurlu layihələrdən biridir. Bu layihədə iştirak edən 3 əsas tərəfin istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyəti sayəsində dünyada bir uğur hekayəsi yarandı. Bir neçə il öncə Şərqi Avropada başlayan Rusiya-Ukrayna müharibəsindən sonra enerji sektorunda baş verən böhran Cənub qaz dəhlizinin necə həyati əhəmiyyətə malik olduğunu ortaya qoydu. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr edilmiş yazılarsa 8-ci səhifəmizdə yer alıb. Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı başlığı ilə burada məqalə dərc olunub ki, qeyd olunur. Dünən Qərbi Azərbaycan icmasının inzibati binasında Qərbi Azərbaycan, faktlar, sənədlər, reallıqlar və Qərbi Azərbaycan, tarixi yaddaşımız kitablarının, eləcə də Vətənim Qərbi Azərbaycan rəsm müsabiqəsi və onun yekun sərgisi əsasında tərtib edilmiş Azərbaycan rəssamlarının əsərlərindən ibarət Vətənim Qərbi Azərbaycan albom kataloqunun təqdimat mərasimi keçirilib. 9-cu səhifəmiz isə hadisələr kontekstində rubrikasına həsr edilib. Bu səhifədə Casuslar Orkestrinin baş dirijoru Makron və DSG-nin kölgəsində idarə olunan Yelisey Sarayı başlığı ilə məqalə yer alıb. Fransa prezidenti Emmanuel Macronun Yeliseydəki kreslosu sadəcə prezident kürsüsü deyil, eyni zamanda kiçik kəşfiyyat mərkəzidir. Fransanın yeniyetmə Napoleonu illərdir diplomatiya pərdəsi arxasında oyunlar oynayır, amma indi artıq pərdə bir qədər aralanıb.
Dünyanın gözü qarşısında sülh mesajları verən Makronun arxada başqa səhnələr qurduğu açıq görünür. Cənubi Qafqazdan Afrikaya qədər uzanan Yelsey kölgələri Fransanın artıq klassik diplomatiyadan çox gizli planların dövran etdiyi intellektual oyunun içində olduğunu göstərir. 10-cu səhifəmizdə də hadisələr kontekstində rubrikasına həsr olunmuş yazılar dərc olunub ki, bu yazıların başlıqlarını sizə təqdim edirik. Trampdan Çinə yeni tarif ultimatumu, qlobal ticarət müharibəsi qorxusu, tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı deyə zərər çəkən bildirib. Son olaraqsa Konqonun da təbii sərvətləri ABŞ-ın hədəfindədir. Qəzetimizin 11-ci səhifəsində kimliyimizi təsdiq edən ədəbi tarixi abidə 1325 yaşlı Kitabi Dədə Qorqud başlıqlı məqalə dərc edilib. Milli mənəvi sərvətimiz olan Kitabi Dədə Qorqud dastanı ulu babalarımızın nəsillərə əmanət edir. Bu bizim tariximizi sübut edən yazılı ədəbiyyatdır və xalqın öz soy kökünə, milliliyinə və dəyərlərinə sadiqliyini əks etdirir. Uzun illər Kitabi Dədə Qorqud dastanına qarşı qısqanclıq olmuş, qadağalar qoyulmuşdu. Hətta 1951-ci ildə pantürkizmi təbliğ edən əsər kimi də dəyərləndirilən Kitabi Dədə Qorqudun Azərbaycanda və Türkmənistanda öyrənilməsi təbliği qadağan edilmişdi. Son səhifəmiz isə hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.